Sonra Allah dedi, öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Allah insanı öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı. Tanrının surətində yaradılmış kişi və qadın vasitəsilə biz başa düşə bilərik ki, Ata Tanrı və Ana Tanrı var. Vəhiy kitabı peyğəmbərlik edir ki, Ata Tanrı və Ana Tanrı birlikdə şeylər yaratmağa başladılar və yaradılışı da birlikdə bitirəcəklər. Ruh da, gəlin də deyir, gəl. Qoy eşidən də desin, gəl. Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün. Amma xilaskar təqdirini başa düşməyən insanlar Məryəmin gəlin olduğunu deyirlər. Məryəm gəlinmidirmi? Məryəm gəlin ola bilməz. Çünki gəlin İsa'nın arvadıdır. Gəl, mən sənə quzunun arvadı olacaq gəlini göstərim. Beləliklə, gəlinin Məryəm olduğunu söyləmək Bibliyaya uyğun deyil. Müqəddəslər gəlinmidirmi? Müqəddəslər gəlin ola bilməz. Ona görə ki, gəlin bizə həyat suyunu verən Tanrıdır. Ruh da, gəlin də deyir, gəl. Qoy eşidən də desin, gəl. Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün. Müqəddəs kitab heç vaxt müqəddəslərin həyat suyunu verməsi demir. Müqəddəs kitab deyir ki, bizə həyat suyunu yalnız xilaskar Tanrı verə bilər. Atanın əslində xilaskar Yehova həyat suyunu verdi. Çünki xalqım iki pis əməl etdi, məni axar suların mənbəyinə atıb. Oğul əslində xilaskar isə həyat suyunu verdi. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək. Və müqəddəs ruh dövründə müqəddəs ruh və xilaskar gəlin həyat suyunu verir. Buna görə də müqəddəs ruh əslində bizə həyat suyunu verən müqəddəs ruh və gəlin Tanrıdır. Ruh da, gəlin də deyir, gəl. Qoy eşidən də desin, gəl. Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün. Müqəddəs ruh və gəlin Ata Tanrı və Ana Tanrıdır.